Yeni ilə sayılı günlər qalıb. Bir neçə ildir ard-arda ASTV-nin yeni il buraxılışına xüsusi qonaq olan görkəmli sənətkar Zeynəb xan Laravanın sözü gedən televiziyada bu ildə çıxışı gözlənilir. Xalq artisti Sadıq Sərbəliyev bu haqda özəl olaraq moderator Azad danışıb. Bu ildə Zeynəb xanım ASTV-də çıxış edəcək. İnşallah ki olacaq. Məşqlərimiz planlaşdırılıb. Bu günlərdə başlayacağıq. Zeynəb xanım heç zaman fonoqram ifa etməyib. Ona görə də dünyanın Zeynəbidir. Həmişə deyir ki, məni Sadıq həbəsə gətirir. Gözümün qabağında olmayanda və qoşanağıra ifa etməyəndə mən oxuya bilmərəm deyə sənətkar bildirib. Xalq artisti qeyd edib ki, toylarla dolanır. Zahid Qubadlı ilə birlikdə toylara gedirik. Bu bizim sənətimizdə də ümummilli lider Heydər Əliyev məni tarixə salıb. SSR-də hələ heç bir musiqiçi xalq artisti fəxri adını almayanda mənə veriblər. 20-30 il əməkdar artist olublar, sonra xalq artisti fəxri adı alıblar. Heydər Əliyev mənə əməkdar artist fəxri adı almadan xalq artisti verib. Bu onun biz sənətkarlara olan diqqət və qayğısı idi, deyə sənətkar qeyd edib.